Çətinlik dünyanın qaydasıdır. Biri kasıb adamdır, namaz da qılır. O saat namazla əlaqələndirir onu. Başa düşmədim mən. Nə məntiqdir bu? Hansı məntiqlə belə yanaşırsan məsələyə? Baxaq görək nə qədər namaz qılmayanlar var ki, kasıb. Nə qədər bütə ibadət edənlər var Hindistanda ki, kasıbdır. Niyə bunu gətirdin dininlə əlaqələndirdin? Fəqirlik imtihanı gəlməlidirsə gəlməlidir. Namaz qılana qılmayana baxmır. Hər nə başına iş gəldi, mən dindaram, gör nə qədər bədbəxtəm. Ay qardaş, bu din səni bədbəxt eləmədi. Həyatdır, hərənin başına bir iş gəlir, sənin də. Din əksinə gəldi, asanlaşdırdı. Din sənə elə bir baxış verdi ki, rahat dözə bilirsən bu çətinliklər. Başqasının o baxışı da yoxdur, az qalır, assın, özünü öldürsün, gedir intihar eləyir. Sənə əksinə asanlaşdırıb. Çünki sənə elə bir baxış verib ki, sən bir müvəqqəti aləmdə yaşayıb, əbədiyyətə köç eləməlisən. Sənin çətinlikləri də asanlaşdırdı.